Biz əsasən orta və aşağı gərginlikli elektrik paylayıcı qurğuları istehsal edirik. Həm sənaye obyektləri üçün də istehsalımız mümkündür. Ümumilikdə qlobal bazarı hədəfləyirik. Hal-hazırda qlobal bazarda tələbatın olduğu məhsullara diqqət göstəririk və yeni texnologiyalarla onları istehsal etməyə çalışırıq. Belə götürəndə gördüyünüz kimi hal-hazırda istehsal prosesində gənc kadrlara üstünlük verilir. İşçilərimizin çoxu yerli sakinlərdən təşkil olunub. Qarabağa qayıdışla bağlı üstünlük veririk ki, daha çox yerli sakinlər olsun. Burada işçi qüvvəsi daha da güclənsin.